Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel murselin. Muhammedin ve alihi mehsusin bi taharetil ve tenzih. Amma ba'd. Əziz möminlər, Allah Teala Quran-ı Kərimdə buyurur: "Sənurihim ayatina fil afaqi və fi anfusihim hatta yetəbəyyənə ləhum ennəhul haqqu. Əvələm yəkfi bi rabbikə ennəhu alə kulli şeyin şədid." Biz yaradılışda olan nizam-intizamda, bütün varlıq aləmində və insanların öz vücudlarında öz nişanələrimizi onlara göstərdik ki, onun haqq olması onlara aydın olsun. Məgər Rəbbinin bütün sirləri bilməsi onun varlığını sübut etməyə kifayət etmirmi? Bu ayə açıq şəkildə bildirir ki, kainatın nizamı və insanın varlığı Allahın varlığının aşkar dəlilidir. Gördüyünüz kimi yaşadığımız aləmdə nə bir xaos, nə də bir təsadüf var. Burada hər varlıq barədə misal ulduzlar, dağlar, çaylar, bitkilər, heyvanlar və insanlar müəyyən qanunlarla idarə olunur. Birincisi, hər bir canlının yaşaması və yaranması üçün xüsusi şərt gərəkdir. Misal verək ki, ağacın böyüməsi üçün torpaq, hava, su, müəyyən bir istilik də lazımdır. İkinci, budur ki, hər bir varlığın özünə məxsus təsiri var. Belə deyək ki, su susuzluğu yatırır. Od isə istidir. Bu təsirlə dəyişməz qanunlara tabedir. Üçüncüsü, canlı aləminin üzvləri bir-birləri ilə bağlıdır. Ona görə də insan bədəni kimi dünya da bir nizamla işləyir. Dördüncüsü, güləşin istiliyi, yağışın yağması, küləyin əsib tozları daşaması. Bunların hamısı canlıların inkişafına xidmət edir. Gəlin düşünək ki, bu qədər incə və dəqiq nizam təsadüf ola bilərmi? İmam Cəfər Sadiq əleyhissalam buyurur: "Kullu bina'in yadulu ala banihi." Hər bir bina binasız olmaz. Və kullu mathinu'in yadulu ala sanihi. Hər bir yazı yazarsız olmaz. Fəhaza kulluhu yadulu ala anna lahu mudabbirun. Bəs bu möhtəşəm kainat necə yaradan olmadan olar? Bunu yadda saxlamaq lazımdır ki, əgər bir yerdə nizam varsa, orada ağıl və düşüncə də var. Həqiqətən də heç kim təsadüfən gözəl bir kitab yazıldığını, heyrət edici bir tablonun özünə çəkindiyini iddia edə bilməz. Heç nə öz başına ola bilmir. Elə isə bu möhtəşəm kainatın yaradıcısı necə ağıl və elm sahibi olmasın? İmam Əli əleyhissalam da Nəhcül Bəlağədə belə buyurur: "Nəzərə fi nizami hazal aləmi və səmai." Bu yerin və göyün nizamına baxın. "Yaqudukum illə ma'rifatil mudabbir." Ağlınız sizi yaradanı tahmağa aparacaq. "Vəl basirihi bi hikmetihi vəl manizuri bi qudratihi." Kim özündə olan nizamı görüb də Rəbbini inkar edərsə, öz vicdanını itirmişdir. Məhz bu səbəbdən də hər bir insanın qəlbində fitri bir his var. Yaradanı axtarmaq, uca Allah bu fitrəti bizə ilahi bir şahid kimi qoymuşdur. Allah-u Teala Quran-ı Kərimdə bu həqiqəti belə təsdiqləyir. Fəəqim vəcikə lid-dini hanifə. Yönəlt dinə üzünü, batildən haqqa dönərək. Fitrətəllahiləti fətərən-nəsə aleyhə. La təbdilə li haqqillah. Allahın fitrəti o fitrət ki, insanları yarattı. Allahın xilqətində əsla bir dəyişiklik ola bilməz.
İmam Hüseyn əleyhissalam Ərəfa duasında belə buyurur: Gözü olan bir kəs səni necə inkar edə bilər? Sən ki, hər şeydə aşkar və zahirsən. Ona görə də kainatın bu qədər dəqiq nizamı bizi yalnız təəccübə deyil, həm də itaətə çağırır. Ona görə itaət etmək lazımdır. Allahı tanımaq yalnız nəzəri dəlillərlə bitmir. Onun əmrinə tabe olmaqla tamamlanır. Namaz, oruc, halal ruzu qazanmaq, insanlara yaxşılıq, bunlar Yaradanın qoyduğu nizamın bizə aid hissəsidir. Nizama iman gətirən insan öz həyatında da nizamlı olmalıdır. Həzrət Əli əleyhissalam son kəlamında övladlarına belə vəsiyyət edir. Həmin nəsihət belədir ki: Usikum təqvallahi və nəzmi əmrikum. Sizə iki şeyi tövsiyə edirəm: Allahdan qorxmaq və işlərinizdə nizamlı olmaq. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.